Ümumiyyətlə videolarımda deyirəm ki, bu mikrofondan işlətmirəm. İndi kimsə görəcək, deyəcək ki, bəs özün deyirsə mikrofon işlətməyin, yəni sərbəst çəkin falan. Bugünkü gün onsuz da video çəkəcəkdik, yəni bir neçə dənə, yəni telefon əlimizdən düşməyəcək ola bilsin. Ona görə Sənan da mən də... Mənim təkidimlə mikrofon. Sənan da gəl taxaq ki, daha səsimiz yaxşı olsun. Amma dediyim kimi, yəni bu önəmli bir şey deyil. Bu olmasa belə siz öz məhsulunuz haqqında danışa bilərsiniz, yəni sərbəst şəkildə. Sadəcə məsələ nədir? İnsanlar sıxılır, məsələn, mənə ətrafdan baxırlar. Mikrofon söndü də üzr istəyirəm. Mikrofon olsa sənin telefonuma yazılır da, mənim telefonuma yazılmır. Yəni məsələ odur ki, əsas sizin çəkməyə, hətta pis kamerası olsa belə telefonun, hətta effekt pis olsa da siz çəkməyə başlamalısınız. Yəni çəkməsəz, ay bu gün telefondur, sabahla mikrofonum yoxdur, sabah tema olmayacaq, elə də qalacaq, elə də başqalarının həyatına baxaq. Bir məsələni də izləyənlərə demək istəyirəm ki, mən özüm mikrofondan istifadə edirəm. Rəşidin o paylaşımına baxmışdım ki, mikrofon bəzən bizi hər hansı bir videonu çəkməkdən geri qoyur, yəni həvəsdən salır. Bu həqiqətən də belədir. Yəni mən bunu çox vaxt yaşayıram. Olur ki, çox maraqlı bir an olur, yəni kadr olur. Sadəcə mikrofonu taq, yaxala. Bunu düşünürəm və videonu çəkmək istəmirəm, həvəsdən düşünürəm. Son vaxtlar mən də Rəşidin dediyi kimi maraqlı bir an olan kimi telefonu götürüb videonu çəkirəm. Belə.